Ulu Öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla anılıb. Fəxri Xiyabana gələn ziyarətçilər bura həm sonsuz qürur hissi, həm də sarsılmaz inamla gəldiklərini bildiriblər. Qəlbimizdə yaşayacaq. İllərdir gəlirəm, nə qədər ömrüm var gəlib ziyarət eləyəcəyəm. Heydər Əliyev kimi bir dahi, indi həyatda olmasa da onun yadigarı İlham Əliyev var. Biz sevinirik ki, Azərbaycanımız daim işıqlı olacaq. Heydər Əliyev çoxşaxəli fəaliyyətində qazandığı uğurlara görə memardır. Milli dövlətçiliyimizin memarıdır, elmin, iqtisadiyyatın, mədəniyyətin, eyni zamanda mənəviyyatımızın memarıdır. Dərin idarəçilik qabiliyyəti bizim üçün nəhəng akademiyadır. Ulu Öndər daim xalqın içində olan böyük şəxsiyyət idi. Xalqı sevən, müasirliyə can atan, eyni zamanda tarixin sınağından keçən, milli dəyərləri qoruyub saxlayan bir insan idi. Səhər tezdən Azərbaycan ictimaiyyəti Ulu Öndər Heydər Əliyev məzarını ziyarət etdi. Tər, qərənfillə gül çiçəklər qoydu, ruhuna dualar oxundu. Ulu Öndər Heydər Əliyev dahi siyasətçi kimi dünya siyasətində öz dəstxəti ilə seçilmiş. 1993-cü ildə xalqın təşkili ilə yenidən hakimiyyətə qayıtmış və böyük qurtuluşa nail olmuşdu. Ulu Öndərin ən böyük vəsiyyəti Qarabağın azad olunması idi. Ulu Öndərin işğalda olan torpaqlarımızla bağlı arzuları da reallaşdı. Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Hazırda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur. Vətəndaşlarımız əzəli torpaqlarında yaşayır. Bir sözlə, bugün ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və uğurla davam etdirilir. Şəhla Poladova, Davud İbrahimov, Xəzər xəbər.